Bunu yola salma, beni yola salma ya. Onu söyleyin o. Bugün qaynanamla çöldəki kuknanı yığışdırır. Bizə çox suallar gəlir ki, niyə belə remontsuzluq kuknanız, niyə belə dağınıqlı falan. Əslində bura bizim əsas kuknamız deyil, sadəcə olaraq. Bura qaynananın həyat kuknası. Kalı da qoşmuşam özümə ki, gəl buradan da istifadə edək. Halı iş bölgüsünü nətər edir? Mən toz torpağı alırsan, səlqəyə salırsan. Mən də toz soranıyla silirəm. Və salam çıxar. Bu mənlə yaşayır, hala qoyana atika. Sən artıq. Mən də elə atika kimi bir şey yapmadım. Təzə tozlardan almışam, çox yaşayır. Xalçanı yerdən qopardı. Gəl, bəlkə mən də qaldıracaq. Berlinsodan almışam, çox güclüdür, 800-1800 watt arasındadır, ona görə yerdən qaldırır Elə xalçanı. mi? Həm də ki, torbasızdır, yuyula bilən HEPA filtri var, çox yaşayır. Gəl aşağı. Elit modeli. Xeyir olsun. Bunu yola sal, beni yola salma ya. Onu sevməm tabii. Bəs iş bölgüsü eləmişdin, nə oldu elə bil ki? Az işler neyse. İş bölgüsü hemen var. Bu bir steke tutsak o çay diyecek. Arada bir süsleyecek tane. Yeni tostaranımızı mən çox bəyəndim. Bu arada siz də Berneso məhsullarını səhifədən onlayn şəkildə, həmçinin şəhərin müxtəlif mağazalarından əldə edə bilərsiniz. Çox məsləhətli məhsuldur. Ben sen benden ne düşünüyorsun? Ben mesela sen sergeli temizleyen adam gelip kaynana da piti. Yoruluq əməli, xeyir işlədik. Bak kaynana vermezsen şerefine sana koy kuru zaten. Değil misin? Uşaklı zaten var. Allah da banyosun temizledin ama böyle işte. Yani bu için böyle işte gel. Bu tip vlogların davamı gəlsin istəyirsinizsə bizə mütləq şərhlərdə yazın. İzlədiyiniz üçün təşəkkür edirik. Helal et.